Parlamentdə İstintaq Komissiyasının növbəti iclasında 2019-cu il iyun ayının 20-sində baş vermiş hadisələr yada salınıb. 2018-2019-cu illərdə Gürcüstan Baş Naziri aparatının rəhbəri olmuş Giorgi Çoladze komissiya üzvləri qarşısında çıxıb və iyunun 20-sində keçən gecənin təfərrüatlarını, həmin vaxt onun olduğu parlament binasında baş verənləri xatırladıb. Georgiana hadisəsi ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində baş prokurorluqda dindirmələr davam etdirilir. Bu gün istintaq orqanı Sıxali kənd inzibati ərazi vahidinin icra hakimi Vacalomidze və həmin kənd sakini Manana Şiğaleşvili sorğu olunub. Georgiana epizodu ilə bağlı baş prokurorluqla başlanan istintaq hələ də qiymətləndirmələr mövzusudur. Gürcü arzusu Georgi Qaxaryanın bu qərarın təxribat əhatəsində atılan addım adlandırır və bildirir ki, keçmiş Daxili İşlər Naziri ölkəyə mümkün təhlükə yaratdığına görə məsuliyyət daşımalıdır. Georgi Qaxaryanın partiyasının nümayəndələri istintaqı siyasi qisas kimi qiymətləndirir və ittihamları əsassız hesab edirlər. Georgi Qaxaryanın ikinci dəfədir ki, parlamentin istintaq komissiyasına çağırılıb, halbuki onun komissiyanın iclasında iştirak etmək niyyətində olub-olmadığı hələlik məlum deyil. Gürcüstanda media azadlığı və xüsusən də Mziya Mağlobelinin işi barəsində Avropa Parlamenti tərəfindən əleyhinə 25 səs olmaqla 324 səslə qəbul edilmiş qətnamə. Səsvermə zamanı 87 üzvür tərəddüd edib, qətnamə Mziya Mağlobelinin dərhal və qeyri-şərtsiz azadlığa buraxılmasını və ona qarşı irəli sürülən bütün ittihamların götürülməsini tələb edir. Onun siyasi motivli bu həbsini və cinayət tətbiqini pislənir. Qətnamədə qeyd edildiyi kimi, sənəd Gürcü arzusunun rejiminin demokratik təsisatlara, siyasi müxalifətə, müstəqil mediaya, vətəndaş cəmiyyətinə və məhkəmə müstəqilliyinə sistemli hücumunu kəşkin şəkildə pisləyir. Qeyri-hökumət təşkilatlarına qarşı son hücumlar dalğasından Gürcüstanda jurnalistlərə qarşı əsassız həbslər, təqiblər və zorakılıqlardan dərin narahatlığını ifadə edir. Sənəd Gürcüstan hakimiyyəti etirazlar zamanı saxlanılan şəxsləri, o cümlədən Mate Devidzeni, müxalifət liderləri Zurab Japaridze, Nika Melia və Nika Qvaramiyanı, həmçinin keçmiş prezident Mikhail Saakashvilini dərhal azad etməyə çağırır. Qətnamə bütün repressiv qanunvericiliyin dərhal ləğv edilməsini, demokratiyanın bərpası və media azadlığının və vətəndaş azadlıqlarının tam qorunmasını tələb edir. Avropa İttifaqı Faranın qüvvəyə minməsindən sonra Gürcüstanda müstəqil media və vətəndaş cəmiyyətinə dəstəyini gücləndirməyə və davam edən məhkəmə prosesləri nəzarət etməyə çağırır. Avropa İttifaqı Şurasının üzv dövlətlərinin və Avropa Komissiyasının davam edən fəaliyyətsizliyindən təəssüflənir. Bu üzv dövlətləri demokratik geri çəkilməyə görə məsuliyyət daşıyan Gürcü arzusunun liderlərinə və yüksək vəzifəli məmurlara qarşı iki tərəfli sanksiyalar tətbiq etməyə dəfələrlə çağırışlarını təkrarlayır. Bundan əvvəl isə Avropa Parlamentində debat keçirilib. Belə ki, burada deputatların bir hissəsi Gürcüstan hakimiyyətini kəskin tənqid edib və Mziya Mağlobelinin aksiyalar zamanı saxlanmalarının, müxalifət liderlərinin və Mikhail Saakashvilinin dərhal azadlığa buraxılmasını tələb ediblər. Müxalifət Avropa Parlamentində keçirilən debatları müsbət qiymətləndirir və izah edir ki, bu qərb tərəfdaşlarının Gürcü xalqının tərəfində olması və Gürcü arzusunun qeyri-legitim hesab etməsi faktının növbəti vurğulanmasıdır. Hakim komanda isə Avropa İttifaqını öz yanaşmalarını dəyişməyə çağırır və qətnamə layihəsini anti-Gürcü adlandırır. Şalva Papaşvili özünün Facebook səhifəsində Avropa Parlamentində debatdan əvvəl çəkilmiş fotosunu paylaşır. Orada deputatlar Mikhail Saakashvili, Mziya Mağlobeli və Zurab Japaridze, Nika Melia'ya, Mate Devidze'yə digər məhbusların fotolarını əllərində tutublar. Belə məqamlar bizə göstərir ki, Avropa və Avropa İttifaqı həmşeyini deyil. Bizim və Avropa İttifaqının bir çox həqiqi Avropalı vətəndaşların vəzifəsi Avropa İttifaqına qaytarmaq olmalıdır. Şalva Papaşvili yazır. Britaniya səfirliyinin bəyanatını bütün siyasi spektrdə müzakirə mövzusudur. Milli Hərəkat bunu diqqətə layiq adlandırır və ATƏT ODİHR missiyalarının seçkilərə dəvət edilməməsini tənqid edir. Hakim komanda izah edir ki, özünü idarə seçkiləri ATƏT ODİHR üçün prioritet deyil. Müşahidəçilərin özlərinə gəldikdə isə Gürcü arzusu özünü idarə seçkilərində həm beynəlxalq, həm də yerli müşahidəçilərin iştirak edəcəyini bildirir. Böyük Britaniya səfirliyi Gürcüstan hökumətini ATƏT ODİHR missiyasını yerli özünü idarə etmə seçkilərinə dəvət etməyə, onların bütün tövsiyələrini nəzərə almağa çağırır.
Diplomatik missiya həmçinin qrantlar məsələsinə də iqtisada verir və bildirir ki, Böyük Britaniya və Gürcüstan arasında əməkdaşlıq demokratik prinsiplərə möhkəmləndirməsi və iki tərəfli əməkdaşlıqla vətəndaş cəmiyyətinin rolunun təşviqi üzrə ortaq öhdəliyə əsaslanır. Korrupsiyaya qarşı mübarizə bürosunun rəhbəri Vəkillər Assosiasiyasının sədri və üzvləri ilə görüşüb. Söhbət qeyri-hökumət təşkilatlarına qarşı başlanmış işi icraatından gedir ki, onun da çərçivəsində QT-lərdən gizli siyasi fəaliyyətlə məşğul olub olmadığını müəyyən etmək lazımdır. Qeyri-hökumət təşkilatları iddia edirlər ki, Rajden Kubraşvilinin idarəsini vəkillə müştəri arasında peşə sirri hüququ ilə qorunan sənədləri tələb edir. Korrupsiyaya qarşı mübarizə bürosunun rəhbəri özü izah edir ki, belə bir fakta yol verməyib və hər şey qanuni şəkildə baş verir. Paytaxtın 2025-ci il büdcəsi 62 milyonları ilə artırılır və 2 milyard 275 milyonları təşkil edəcək. Vafiq qərar Tbilisi şəhər Saqrebulosunun bugünkü iclasında təsdiqləyəcək. Saqrebulonun əmlakının idarə edilməsi və Maliyyə Büdcə Komissiyasının sədri Levan Arveladzenin sözlərinə görə 2025-ci il büdcəsində dəyişikliklər, cari ilə mövcud çalqalıqlar və daxil olan gəlirlər nəzərə alınmaqla həyata keçirilir.